Heç fikirləşmisiniz ki, o daxilimizdəki bəzi qorxuların arxasında əslində hansı sirlər gizlənir? Elə bugün biz sizinlə bir növ detektivə çevriləcəyik və psixoanalizin köməyi ilə zehnimizin ən dərin qatlarına səyahət edəcəyik. Gəlin, ipuclarını bir-bir izləyək və bizim narahat edən o hisslərin əslində nə demək istədiyini birlikdə kəşf edək. Hazırsınız? Hekayəmiz bax bu cümlə ilə başlayır. Bu, bəlkə də bir çoxumuza tanış olan o real, daxili bir panika hissidir. Elə bu, bizim araşdıracağımız əsas müəmmadır. Görəsən, bu hissin kökü haradadır? Gəlin, bu işin dərinliyinə gedək. Bax, araşdırmamızın əsas sualı da budur. Belə bir vəziyyətdə təhlükə yoxdursa, qorxu hardan gəlir? Gəlin, birlikdə zehni detektiv olaq və bu tapmacanı addım-addım həll edək. Cavab, inanın ki, düşündüyümüzdən daha dərinlərdə gizlənir. İndi isə gəlin ilk ipucumuzun izinə düşək. Psixoanalizdə çox maraqlı bir ideya var. Simptom, yəni yaşadığımız o qorxu, problemin özü deyil. O, sadəcə daha dərin bir məsələyə işarə edən bir ipucudur. Yəni qorxu sadəcə bir hiss deyil, o əslində bir mesajdır. Psixoanalizdə bu cür qorxuya nevrotik simptom deyilir. Yəni, bu əslində şuursuz zehnimizdən gələn, belə deyək, şifrəli bir mesajdır. Bizim də məqsədimiz detektiv kimi bu şifrəni açmaqdır. Baxın, bu müqayisə məsələni əla izah edir. Bu, eynilə iceberg kimidir. Bizim şuurlu şəkildə hiss etdiyimiz o ictimai çıxış qorxusu, yəni manifest məzmun, icebergin sadəcə suyun üzündəki hissəsidir. Əsl və böyük səbəb, yəni latent məzmun, isə suyun altında, zehnimizin dərinliklərində gizlənir. Yaxşı, bəs suyun altındakı bu gizli məzmun nədir? Onu başa düşmək üçün gəlin zehnimizdəki daxili dramın əsas personajları ilə tanış olaq. Gəlin görək, bu daxili mübarizə, bu münaqişə kimlər arasında gedir? Təsəvvür edin, zehnimizin içində 3 fərqli personaj var. Birincisi id, bizim bütün ibtidai heyvani istəklərimizdir. İkincisi superego, cəmiyyətin, valideynlərin bizə öyrətdiyi düzgün səhv qaydaları, yəni daxili hakimimiz. Və nəhayət, ego, bu iki ziddiyyətli qüvvə arasında barışıq yaratmağa çalışan realist vasitəçi. Narahatlıqda məhz bu daxili çəkişmədən yaranır. Bu cədvəl bizə göstərir ki, tələbənin qorxusu heç də küçədəki real bir təhlükədən qaynaqlanmır. Bu qorxu onun həm daxili impulslarından çəkinməsindən yaranan nevrotik, həm də səhv edərəm, ayıb olar deyə düşünən superegodan gələn mənəvi qorxudur. Yəni, əsl təhlükə çöldə deyil, onun öz içində. Deməli, daxili münaqişəni anladıq. Bəs zehnimiz bu narahat həqiqəti bizdən gizlətmək üçün hansı fənlərə, hansı ağıllı taktikalar əl atır? Gəl indi bunu araşdıraq. Bu fəndlərə müdafiə mexanizmləri deyilir. Onlar sanki zehnimizin gizli agentləridir. Bizi narahat edən, qəbul etmək istəmədiyimiz həqiqətlərlə üz-üzə gəlməkdən qorumaq üçün şuursuz şəkildə işə düşürlər. İndi gəlin tələbənin işinə baxaq, görək bu mexanizmlər orada özünü necə göstərir. O, hamı məni mühakimə edəcək deyəndə, əslində öz daxilindəki tənqidçi səsi çöldəki insanlara proyeksiya edir və ya mən mükəmməl olmalıyam deyərək daxilindəki o dərin qorxu və özünə inamsızlığı gizlətməyə çalışır. Bu da reaksiya formalaşdırmadır. Və beləcə, detektiv hekayəmizin ən həyəcanlı, ən həlledici anına gəlib çatdıq. İndi bütün ipucularını izləyərək müəmmamızın mənbəyinə, yəni birbaşa keçmişə qayıtmağın vaxtıdır. Sual budur, bu qədər güclü bir mühakimə qorxusu, bu hardan gəlir axı? Bu sadəcə bu günə aid bir hiss ola bilməz. Bunun kökləri mütləq daha dərində olmalıdır. Və birdən, terapiya seansı zamanı qapalı bir qapı açılır. Zehnin dərinliklərindən unudulmuş bir xatirə, kiçik bir detal üzə çıxır və hər şeyi dəyişir. Bax bu cümlə, bu bütün tapmacanın açarıdır. Bu sadə, amma unudulmuş xatirə, indiki zamanda yaşanan o şiddətli qorxunu birbaşa keçmişdəki travma ilə əlaqələndirir. Atasının tənqidçi səsi illər sonra belə şuursuzluqda hələ də əks-səda verirmiş. Bu xatirə ilə artıq bütün puzzle parçaları, bütün ipucları yerinə oturur. Keçmişlə bugün arasında birbaşa bir körpü qurulur. Və budur o məşhur aha anı, müəmma həll olundu. Deməli, bütün məsələ buymuş. Bugünkü auditoriya əslində dünkü tənqidçi ata figurunun bir simvoluna çevrilib. Tələbənin qorxduğu şey tamaşaçılar deyilmiş. Uşaqlıqda yaşadığı o tənqid və rədd edilmə qorxusunun təkrar yaşanma ehtimalıymış. Ancaq müəmməni həll etmək, qorxunu tamamilə yox etmək demək deyil, əsla. Bu, onunla barışmaq, onun mənasını dəyişdirmək deməkdir. Onu bir düşməndən bir bələdçiyə çevirməkdir. Baxın, bu çox vacib bir fikirdir.
Buradakı əsas məqsəd qorxunu susturmaq deyil. Əksinə, onun bizə nə deməyə çalışdığını, nəhayət ki, anlamaqdır. O, bir düşmən deyil, bizə özümüz haqqında nəsə deməyə çalışan bir elçidir. Bu bir növ sağalma yol xəritəsidir. Biz addım-addım qorxunun kökünə enirik, keçmişin kölgəsini bugündən ayırırıq, qorxunun əsl mesajını dinləyirik və nəticədə öz daxili gücümüzü, öz avtoritetimizi geri qazanırıq. Və terapevt o həll edici, transformasiyaya yol açan sualı verir. Qorxunun içində gizlənən o əsl mesaj nədir? Bu həqiqətən də çox güclü bir andır. Tələbə artıq qorxunun mesajını tamamilə fərqli şərh edir. Qorxu artıq onu susturan bir xəbərdarlıq deyil. Əksinə, onu böyüməyə və öz səsini ucaltmağa təşviq edən bir gücdür. Yəni, o iflicədən simptom əslində böyüməyə və azadlığa aparan bir səsə çevrildi. Anlayışın gətirdiyi o güclü transformasiyanı burada aydın şəkildə görürük. Zəiflik bir gücə çevrilir. Bu, psixoanalitik yanaşmanın əsl hədəfidir. Və gəlin bu son, çox düşündürücü fikirlə yekunlaşdıraq. Bu cümlə bizi öz qorxularımızın arxasındakı gizli mənalar haqqında düşünməyə vadar edir. Bəlkə də bizi ən çox qorxudan şey əslində eşidilməyi gözləyən öz daxili səsimizdir.